Bax, bir dənə qız var idi, ingilis dili dərsi keçirdi də. Pulsuz ingilis dili keçir. Yəni o qədər paxıl hərdən bir insanlar var ki, qız sadəcə olaraq pulsuz ingilis dili keçir və indi mən sizlə danışdığım kimi o da danışır da. Siz inanırsınız, biri orada qayıdıb eləyir ki, bu like yığmaq istəyir. Ay insanlar, buna like lazımdır. Bu videolarına, ay bədbəxt insan. Bu tutaq ki, sənin bir dənə like-ınla o qoydun nə olacaq, qoymadın nə olacaq? 1000 dəfə demişəm, yenə də deyirəm, bizdə Azərbaycanda like-lar, o baxışların heç bir xeyri yoxdur. Azərbaycan o ölkələr sırasında deyil. Elə ölkələr var ki, orada deyirəm də 1 milyon baxışa, 1 milyon baxışa $20 TikTok verir pul. Amma biz o ölkələrin sırasında deyilik. Yəni Azərbaycan orada deyil. İnsan çıxıb sənə təmənnasız, pulsuz, filansız, sənə ingilis dili öyrədir. Sən orada çünki özünü içərisi qurtdudu, özü eləyə bilmir. Sən ona çox sağ ol eləməkdənsə və istəmirsən çıx get, istəyirsən qulaq as nəsə təzə bir şey. İnsan sənə evdə oturduğun yerdə, evdə oturmuşsan sənə o ingilis dili öyrədir. Sən deyirsən, yox eləməyin, bu şeydir. Bu videosunu eləmək istəyir, nə bilim, nə eləmək istəyir, nə eləyəcəksən? Bax, like qoydunuz, nə qazanır? O insanın cibinə nə gedir ki?